Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi son günlər taksi sahəsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib. Nazirlər Kabinetinin 7 aprel tarixində verdiyi 210 nömrəli sərəncam yalnız sifarişli qeyri-müntəzəm sərnişin daşımalar sahəsinə aiddir və taksi sahəsini əhatə etmir. Qeyd edilib ki, sərəncamda da 2 ay müddətinə Nazirlər Kabinetinə veriləcək təkliflər məhz qeyri-müntəzəm sərnişin daşıma ilə bağlıdır və bununla əlaqədar texniki göstəricilər daxili və xarici tərtibata dair tələblərin müəyyən edilməsini nəzərdə tutur. Aynadan bildirilib ki, sifarişli sərnişin daşımaya misal olaraq turist və ya rayonlar arası sifarişli daşıma həyata keçirən avtobusları, mikroavtobusları və minik avtomobilləri, korporativ servis xidmətlərini və özəl tədbirlər üçün kirayələnən nəqliyyat vasitələrini göstərmək olar. Belə ki, bu yanaşma yükdaşıma fəaliyyətinə də şamil edilir.